Bəli, bugün iPhone 4 çəkirik. Gör necə iPhone'lar var imiş. Kimlərin xəyalı, kimlərinsə sevinci, yəni nostalji. Salam, mən Nurlan, hamınızı salamlayıram. Siz zəhmət olmasa kanala abunə olun, mən davam edirəm. Və qarşınızda bu balaca iPhone 4'ü çəkirik. Hər hansı bir SE, Max-ı, Pro Max-ı, nə bilim, hər hansı bir əlavəsi yoxdur. Sadə iPhone 4. Əslində bu telefon iPhone tarixində bir çox işlərə imza atıbdı. Qutusunu tapa bilmədim, amma qutusundan o vaxt çıxanlar belə bir USB kabel idi, 10 pinli belə USB kabel idi və belə bir başlıq idi. Təbii ki, başlığın fərqi var idi ölçülərə görə, dəyişirdi bazarlara görə. Lakin bu 10 pinli USB var ha. Şarjım bitdisə Allah sənin köməyin olsun. Yenə yaxşı ki, bu iPhone 15-dən sonra Type-C elədilər, bir gün üzü gördük. Dediyim kimi ilklərə imza atan iPhone 4, ilk burada parmaq izi ola bilər, ilk arxa qapağı şüşəli və metal çərçivəli iPhone 4 olub. Böyük bir problemi var idi iPhone 4-ün. Antennanı metal yerləşdirdikləri üçün əllə tutanda reaksiya girdi və antennanın səviyyəsi aşağı düşürdü. Onun üçün bumper adlı bir case icad eləmişdilər. Sadəcə qıraqları tuturdu və beləliklə əl metaldan deyil də plastikdən tutmuş olurdun. Ona görə antennada bir problem olmurdu. Lakin 4S belə bir problem yox idi artıq. Onu necəsə həll eləmişlər, çünki burada gördüyünüz bu qara xəttlər antenna idi. Qara xəttlərin ikisini də 4S-də artıq yan hissələrə keçirmişdilər. Yan hissələr demişkən elə SIM yuvasını da, SIM kart yuvasını da yuxarıdan yan tərəfə keçirdiblər. İlk dəfə iPhone 4 deyiblər bunu və ilk retina ekranlı iPhone 4 olubdu. IPS panel olduğu üçün hara əyirsən, fırladırsan fırlat, eyni rəngləri görürdün. 326 ppi sıxlıqda 640-ın 960 piksel ölçüdə 3.5 inçlik ekrana sahibdir telefon. Ekran doğrudan da elə indi də o vaxtda çox əla idi. Ekran haqqında bir söz deyə bilməyəcəm. Və ilk ön kameralı iPhone 4 olubdu. O vaxtlarda WhatsApp-la görüntülü danışmaq zad yox idi. MMS dövrünün sonlarına yaxınlaşırdıq. MMS xatırlayan varsa şərhlərə gözləyirəm fikirlərinizi. Yalnız iPhone 4'ü olanlarla video görüntülü danışıq apara bilirdi. O da yalnız Wi-Fi olan yerdə, çünki 3G şəbəkə səhv etmirəmsə bunu dəstəkləmirdi. Ön kamera təbii ki, video da çəkə bilirdi. Yalnız 480p ölçüdə. 480p bilirsiniz nə deməkdir? Çox zəif. Kamera demişkən, arxa hissədəki kamerada 5 megapiksellik 720p ölçüdə video çəkə bilirdi. Kamera 2.8 diafragmaya sahib idi. Həqiqətən də yetərincə yaxşı kameralar idi. Yalnız 30 fps çəkə bilirdilər. Harda idi o vaxtlar Full HD, 4K? Sizə deyim ki, o vaxtlar da elə indi də video və şəkil çəkmə qabiliyyəti mükəmməldir. Sadəcə iPhone məncə elə bununla da bazarda öz yerini tutmağa nail olub desəm yanılmaram. Hələ ilklərdən biri də iPhone-da noise cancellation funksiyalı əlavə mikrofon idi. Həmin mikrofon danışıq və video çəkiliş zamanı ətraf səs-küylərin kəsilməsinə səbəb olurdu. Beləliklə gələn səs daha parlaq idi. iPhone-da video çəkmə sevdası yaradırdı adamda. Gələk əsas məsələyə, yenə bir ilk. iPhone bu telefonda ilk dəfə öz prosesorlarını istifadə etməyə başlayıb. A4 tipli 45 nanometrli arxitekturada 1 GHz tezliklə bir prosesor qoyublar telefona. GPU tərəfdə də PowerVR SGX 535 tipli bir chipset var idi. O vaxta görə həqiqətən də telefon əla idi, yaxşı da oyunlar oynamışıq. Şarj məsələsi 1420 mAh bateriyası var. Elə o vaxtda indi də iPhone bir günə yaxın şarj saxlayır. İlklərdən biri də multitasking, yəni çox əməliyyatlı sistem idi ki, məsəl üçün iPhone 3GS-də siz hər hansı bir tətbiqi arxa fonda saxlayıb digər tətbiqə keçə bilmirdiniz. Ən son 17 ilə müqayisə eləsək iPhone hardan haraya gəlibdi. Həqiqətən də bir çox ilkləri imza atıb. Amma sizə deyim ki, iPhone-un öz xüsusi səsləri var idi ki, məsələn, gəlin zəng gələndə də onu belə sağa sürüşdürüb telefonu götürməyin başqa bir ləzzəti var idi. Hələ bu səslərə baxın. Hətta blok səsi. Təbii ki, interfeys də olduqca maraqlı idi. Interfeys belə bir interfeysi var idi. Hətta iOS 4-də YouTube logosu başqa idi. Bu 4.3.3 olduğu üçün YouTube logosu artıq normal YouTube logosudur. O vaxt bir köhnə televizoru xatırladan bir YouTube logosu var idi iPhone-da. İkonu daha doğrusu.
Çox şey dəyişibmi? Çox şey dəyişib. Elə bilirsiniz iPhone-un səhvi yoxdursa, yox, iPhone-un da bir çox səhvləri var. Məsəl üçün ən başlıca mənim gördüyüm səhvlərdən biri də iOS 4.5-də mesajlar gələndə mesajın birin notification, yəni bildirimi gəlirdi, birin gəlmir. Daha doğrusu bildirim səsi. Sadəcə siz ekranda baxırdınız ki, mesaj gəlib artıq sənə. Bu da bir bəq idi. Yəni əməliyyat sisteminin belə deyək bir çatışmazlığı idi. 15 Pro Max-a qədər real şəkildə istifadə eləmişəm və görmüşəm ki, demək olar ki, hər birində bir bəq, yəni bir çatışmazlıq gəlibdi əməliyyat sistemində. Elə gəlin iOS 26 əməliyyat sistemindən danışaq. iOS 26 əməliyyat sistemində görürük ki, mən 15 Pro Max-a yükləmişəm və istifadə edirəm. Doğrudan da telefonun bateriyası zəif olanda ki, zəif bateriya rejiminə, moduna salanda telefon çox ağır işləyir və inandırım sizi iPhone-dan adam bezir elə işlətsə. Çox iPhone-a yaraşmayan şəkildə ağır işləyir. Deyəcəksiniz ki, indi 120 FPS-i deaktiv eləyir falan filan, amma əvvəl də deaktiv eləyirdi, bu qədər ağır işləmirdi. Və yaxud da iPhone 15-i mən təzə alanda iPhone 13 Pro Max da var idi. Hətta alıb Dohada Ceneva avtomobil sərgisinə getmişdim. İnanın, video çəkiliş problemi, stabilizasiya problemi var idi. Artıq Bakıya gələndən sonra növbəti yeniləmədə həmin o stabilizasiya problemi aradan qalxdı. Mən də məcbur olub Dohada əlimdə 15, 13 Pro Max-la video çəkirdim. Halbuki 15 Pro Max həmin vaxtı yaxşı video çəkirdi. Stabilizasiya problemi çox böyük problem olurdu mənim üçün. Yəni iPhone deyib dağ başına qoymağın da mənası yoxdur. Düzdür, müəyyən sosial şəbəkələrlə qeyri-rəsmi yayılan məlumatlara görə müqavilələr əsasında videonu sıxışdırmadan yükləyə bilir, yəni öz keyfiyyəti ilə. Və 0 keş yaddaşı qalsa da yenə də yaxşı işləyə bilir donmadan. Bir də ki, brend Apple iPhone. Və siz necə baxırsınız bu məsələyə? Fikirlərinizi şərhlərdə gözləyirəm mütləq. Kanala abunə olub, videonu bəyənib, şərh yazmağı da unutmayın. Dəstək olasınız deyə. Sağ olun dostlar. Növbəti videolarda görüşərik.